Yazdığın şərhlər sənə geri qayıdır. Sosial mediada daim kiməsə neqativ şərh yazırsan, çünki içindəki qəzəbi, nifrəti tanımadığın birinə atmaqla rahatlamağa çalışırsan. Neqativ yazırsan, çünki paxılsan. Kiminsə uğurunu gördükcə öz uğursuzluğun səni sancır. Bəzən birinin səhvini tutub paylaşmaqla özünü ağıllı hiss edirsən. Güya sən heç vaxt səhv etməmisən. Bəzən sadəcə empatiyan yoxdur. Qarşındakı insanın da hissləri olduğunu unudursan. Ya da diqqət istəyirsən, şərhin bəyənilsin, trendə düşsün, fərq edilmək istəyirsən. Yaxud da hamı yazır deyə sən də yazırsan, kütləyə qarışırsan. Çünki tək olanda sursan. Amma bir sual ver özünə. Həmin insan qarşında olsaydı, o sözləri üzünə deyə bilərdinmi? Yoxsa ekran arxasında gizlənmək daha rahatdır? Xatırla, başqasına yaydığın hər neqativlik gec-tez öz həyatına başqa formada geri qayıdır. Yazdığın o bir cümlə kimsə üçün günün qaranlığına çevrilə bilər. Sən isə öz həyatında niyə hələ də işıqlar yanmır deyə sual verərsən.